Çətin zamanlar böyük insanları, böyük istedadları formalaşdırır. Bu fikir Fazil psixoloq tərəfindən belə izah edilir. Dostlar, heç düşündünüzmü, niyə ən ətirli güllər tikanların arasında bitir? Niyə ən möhkəm polad ən qaynar odun içində döyülür? Bugün sizinlə həyatın ən acı, amma ən vacib həqiqətlərindən birini danışacağıq. Həyatımızın ən çətin anları, ən ağır sınaqları əslində bizi məhv etmək üçün deyil, bizi formalaşdırmaq, bizdəki ən yaxşını üzə çıxarmaq üçün bir fürsətdir. Psixologiyada biz bunu posttravmatik inkişaf adlandırırıq. Yəni, bir travma, bir itki, bir uğursuzluq bizi əvvəlkindən daha güclü, daha dözümlü, daha müdrik edə bilər. İndi gəlin səmimi olaq. Həyatınızın ən uğurlu, ən xoşbəxt anlarını xatırlayın. O anlarda nəsə öyrəndinizmi? Nəsə qazandınızmı? Çox ehtimal ki, yox. Amma ən çətin, ən ağrılı anlarınızı xatırlayın. O anlarda nələr öyrəndiniz? Nələr qazandınız? Yəqin ki, çox şey. O çətinliklər sizə bugün sahib olduğunuz gücü, dözümü, müdrikliyi qazandırdı. Unutmayın, həyatın çətinlikləri sizi məhv etmək üçün deyil, sizi formalaşdırmaq üçündür. O çətinlikləri bir imkan kimi görün. O çətinliklərdən nəsə öyrənin. O çətinliklərlə üzləşin və onlardan daha güclü, daha dözümlü, daha müdrik çıxın. Çünki siz məhz bu çətinliklərin sayəsində böyük bir insan, böyük bir istedad ola bilərsiniz.